Yol yoldaşı, Şəhid Mehdi Zeynəddin. İnsanlar elə hesab edirlər ki, təkcə iman gətirdiyi demələri ilə onlardan əl çəkiləcək və onlar müxtəlif sınaqlarla imtahan olunmayacaqlar. Ağa Mehdi Zeynəddini çox sevirdim. Nə vaxt birindən və ya bir şeydən inciyib qəlbim qırılsaydı, onun məzarı üstünə gedərdim. Doğrudan da bunun mənə çox köməyi olurdu. Əhvalım düzəlirdi. Elə bir şəhid özü qarşımda əyləşib sözlərimə qulaq asır, sonra əlini qəlbimə qoyur və mən hüzur içində məzarlıqdan çıxıb gedirdim. O gün də özümü pis hiss edəndə dərdləşmək üçün ağlıma gələn tək yer Ağa Mehdinin məzarı oldu. Ona görə də dərhal Şəhidlər Xiyabanına yollandım. Şəhidlər Xiyabanı, Ramazan ayının 20-ci günü, səhər tezdən idi və xiyabanda kimsə yox idi. Ağa Mehdinin məzarı başında əyləşməyimdən bir neçə dəqiqə keçməmiş hönkürtü ilə ağlamağa başladım. Ağa Mehdi, artıq gücüm qalmayıb. Niyə hər dəfə utanc hissi keçirməliyəm? Niyə hər dəfə davranışlarımı dəyişmək qərarına gələndə elə bir vəziyyət yaranır ki, hər şey alt-üst olur? Ağlaya-ağlaya şəhidə gilə güzarımı pıçıldayırdım ki, birdən kimsə əlini çiynimə qoydu. Dönüb kim olduğuna baxmaq istəyəndə o oxumağa başladı. Ah, 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 dənizə bax, tufanlıdır. Heydərə bax, gözləri yağışlıdır. Onu tanıdım. Şeyx Əyyub idi. Çox maraqlı və xoşrəftar bir din xadimi idi. Zarafatçıl olmağı ilə yanaşı, adı kimi Əyyub səbrinə malik idi. Dəfələrlə cəbhə yaralarından ağrı çəkdiyini görsəm də, o sadəcə əlhəmdülillah deyirdi. Şeyx Əyyubla ən böyük bənzərliyimiz hər ikimizin Şəhid Zeynəddin aşiqi olmağımız idi. Fərqimiz isə o idi ki, o cəbhə görmüş bir qazi, mən isə indiki dövrün gənci Zeynəsli idim. Xülasə bizim bu Şeyx Əyyubun saqqalı ağarmışdı. Amma hamı bilirdi ki, onun ürəyi mənim kimi yüzlərlə yeniyetmədən daha gəncdir. Dediyi hər iki sözdən biri mütləq zarafat olardı. Mənə baxıb dedi. Nə olub qoca kişi, dişlərin tökülüb deyə belə ağlayırsan? Eybi yoxdur, qocalıqdır da. Get suyunu diş qoydur, inci kimi düzülsün, gözəl görünərsən. Şeyx Əyyub yenə həmişəki kimi ən pis vəziyyətində məni güldürdü. Amma həmin gün bu zarafatlarla düzələ bilməyəcəyi qədər darmadağın idim. O da bunu hiss edib dedi. Yox, deyəsən bu dəfə vəziyyət başqadır. Tez ol görüm nə baş verib. Şeyxlə elə bu xiyabana gəlib gedərkən tanış olmuşdum. Bir dəfə Ağa Mehdinin məzarı başında şəhidlərin xatirələrini elə gözəl danışmışdı ki, o vaxtdan bəri hər fürsətdə onunla söhbət etməyə çalışırdım. Bu gəliş-gedişlər və dostluq nəticəsində Şeyx Əyyub gözümdə bir ata qədər ucalmışdı. Ən çətin məqamlarda tövsiyələri ilə dadıma çatan mənəvi bir ata. İndi isə sanki Ağa Mehdi Zeynəddin vasitəçi olmuşdu ki, Allah onu bura göndərsin. Ona görə də olanları ona danışmağa qərar verdim. Düzünü desəm, Şeyx Əyyub, Allahla bağladığım əhdi yenə pozdum. 19-cu gecə, Qədir gecəsi mərasimdə Quranı başıma qoyub, Allaha söz verdim ki, daha səhv etməyəcəm. Dilimi qoruyacaq, vaxtımı boş işlərə xərcləməyəcək və Allahın sevdiyi bir bəndə olacam. Amma həmin gecə evə çatan kimi qardaşım mənə sataşdı və məni əsəbləşdirdi. Anam gəlib bizə xəbərdarlıq edəndə isə onunla da pis danışdım. Şeyx Əyyub, bilmirəm niyə yaxşı olmaq qərarına gələn kimi dərhal bir hadisə baş verir və hər şey korlanır. Şeyx Əyyub gülümsəyib dedi. Çünki Quranı az oxuyursan oğlum. Bunun nə dəxli var şeyx? Dəxli odur ki, Allah Quranda sənin cavabını verib. Doğrudan Quranın harasında? Oradakı buyurur. İnsanlar elə hesab edirlər ki, iman gətirdiyi deməklə onlardan əl çəkiləcək və imtahan olunmayacaqlar. Xeyr, elə şey yoxdur. Allah buyurur ki, sizdən əvvəlkiləri imtahan etdiyimiz kimi sizi də imtahan edəcəyik. Bəli, oğlum, nə vaxt ki, Ağa Heydər Gülgülab mərasimində Quranı başına qoyub, zarafatla ağlamaq imtiyazı edir deyə ağlayıb, ilahi, daha heç bir səhv etməyəcəm deyir, Allah buyurur. Yaxşı, gəl onu imtahan edək. Görək düz deyir yoxsa yalan. Əlbəttə Allah bizim düz deyib demədiyimizi bilir, amma bizi imtahan edir ki, iddialarımızın düzlüyü həm özümüzə sübut olsun, həm də o dünyada mən dürüst idim, imtahan etsəydim bəlli olardı deyə bəhanə gətirə bilməyək. Şeyx Əyyub çox maraqlı bir nöqtəyə toxundu. İndi anladım ki, Allahla əhd bağlayandan sonra yaranan hər bir problem əslində ilahi bir sınaq imiş. Şeyx davam etdi. Bəlkə deyərsən ki, Allahın imtahanları bəzən çətindir. Bəli, elədir. Amma mükafatı da bir o qədər böyükdür. Hər imtahan nə qədər çətin olsa, savabı da bir o qədər çox olar. Bunu oxu ki, yaddaşında qalsın. Və güldü. Birdən şeyxin üzündən təbəssüm etdi və ciddi bir tonda dedi. Biz hər an imtahan veririk oğlum və o kəs Allahın imtahanlarından qalib çıxa bilər ki, Allahla daha çox dost olsun. İnsan yalanla, böhtanla
namazı tərk etməklə, valideynə hörmətsizliklə və başqalarına əziyyət verməklə şeytana dostluq əli uzadıb, sonra da Allahın imtahanlarından uzaq çıxmağı gözləyə bilməz. Dünyadakı sınaqlarda qalib gəlməyin şərti Allahla dost olmaqdır. Bəs Allahla necə dost olaq? Bəndəlik etməklə. Yəni, bilməliyik ki, hər dəfə namazı vaxtında qılanda Allahla dostluğa bir addım da yaxınlaşırıq. Valideynlərimizə hörmət edəndə dostluğumuz güclənir. Zikr edəndə, yaxşılığı tövsiyə edəndə, qəzəbimizi boğanda, bir sözlə, bildiyimiz hər bir xeyir işi görəndə Allahla ünsiyyətimiz artır. Belə olsa, İnşallah dünya imtahanlarında şeytanın gücü bizə çatmaz ki, bizi yerə yıxsın. Şeyx Əyyub əlini Şəhid Zeynəddinin məzarı üstünə çəkib davam etdi. Bax, elə bu Ağa Mehdi Zeynəddin həyatında dəfələrlə imtahan olundu və hər birindən üzü ağ çıxdı. Məsələn, anası deyir ki, o qəbul imtahanında Şiraz Universitetinin tibb fakültəsinə 4-cü yerə daxil olmuşdu. Amma imtina etdi və dedi, atamın mağazası bir səngərdir. Pəhləvi rejimi atamı sürgün etməklə bu səngəri boş qoymaq istəyir. Mən isə qalacam və qoymayacam ki, bu mübarizə səngəri boş qalsın. Sonradan Paris universitetlərinin birinə təhsil üçün müraciət etdi və qəbul da olundu. Lakin Fransaya getməzdən əvvəl öyrəndi ki, İmam Xomeyni xaricdəki tələbələrə İrana qayıdın, ölkənin sizin kimi gənclərə ehtiyacı var deyib. Elə bu söz Ağa Mehdinin Parisə getməkdən daşınmasına səbəb oldu. Bəlkə də həmyaşıdlarının bəziləri bunu eşitsəydilər, ona gülüb deyərdilər. Ağlını itirmisən? Şiraz Universitetinin tibb fakültəsini qoyub mübarizə üçün atanın dükanında qaldın, Fransaya da getmək istəmirsən? Get, taleyinə balta vurma və s. Amma Ağa Mehdi üçün Allahın razılığı önəmli idi və o Allahın bəyəndiyi yolu seçdi. Şeytanın gücü çatmadı ki, bu imtahanda onu doğru yoldan döndərsin. Bilirsən niyə? Çünki Ağa Mehdi həyatı boyu Allahla çox möhkəm bir dostluq qurmuşdu. Deyirlər səsi təzəcə qalınlaşmağa başlayanda yeniyetməliyində hər gün sübh namazından sonra oturub Quran oxuyardı. Atası deyir, Mehdinin və Məcidin şəhadətindən sonra dəfələrlə oturub fikirləşmişəm ki, bəlkə onlardan bir xəta, bir günah xatırlayım, amma tapa bilməmişəm. Demək istəmirəm ki, məsum idilər, yox, amma mən ki onların atasıyam, Allaha and olsun onlardan heç bir günah görməmişəm. Bu o deməkdir ki, Ağa Mehdi həm Allahla dostluğunu möhkəmlətmişdi, həm də bu dostluğa kiçicik bir xələl gəlməməsi üçün çox çalışmışdı. Bəzən bu rabitəni gücləndirmək üçün çox sadə və maraqlı işlər görərdi. Məsələn, deyirlər ki, Ağa Mehdi gözəl bir hədis və ya cümlə tapanda onu kağıza yazıb divara vurardı. Sonra onun haqqında bir yerdə danışardıq. Beləliklə, o hədis həm divarda gözümüzün qabağında olar, həm də zehnimizə həkk olunardı. Bəli, oğlum, Ağa Mehdi Zeynəddin bu yolla özünü Allaha yaxınlaşdırdı və nəticədə şeytan həyatın ən çətin sınaqlarında belə onu Allah yolundan ayıra bilmədi. Dostu danışır. Yeni ata olmuşdu, qızın şəklini ona göndərmişdilər. Bir gün gördüm ki, cibindən məktubun kənarı görsənir. Soruşdum, Ağa Mehdi, bir xəbər var. Gözləri parladı, dedi. Xəbər ki, düzü qızımın şəklini göndəriblər. Uşağın şəklini görməyə çox istəyirdim, dedim. Ver baxım, dedi. Özüm də hələ baxmamışam, qorxuram ki, indi əməliyyat vaxtı şəklə baxaram. Ata-övlad məhəbbəti mənə mane olar. Fikrim onun yanında qalar. Bax, Heydər, bu cür ehtiyatlı davranırdı. Deyirdi ki, bəlkə qızımın şəklinə baxsam, zehnim ona qarşar. Şeytan da bu sevgidən istifadə edib vəzifəmi yerinə yetirməyə mane olar. Bu dərəcədə diqqət və ehtiyat yalnız Allahla illərlə güclü dostluq quran bir kəsin işidir. Şeyx Əyyub ah çəkib dedi. Heydərcan, əgər dünya imtahanlarında şeytanın vəsvəsələrinə qalib gəlmək istəyirsənsə, Allahla əlaqəni gücləndirməyə vaxt ayır. Heç vaxt naümid olma. Çünki naümidlik şeytandandır. Bu gecə də Qədr gecəsidir. Ən yaxşı fürsətdir. Get Allahdan kömək istə və de ki, İlahi, səninlə olan dostluğumu möhkəmləd. Şeyx Əyyub həmişəki kimi sözləri ilə məni çıxılmaz vəziyyətdən qurtardı və getdi. Mən bunu da Şəhid Zeynəddinin bir lütfi hesab etdim. Ona görə də məzarına baxıb təşəkkür edirəm. Ağa Mehdi, dedim. Sonra ayağa qalxıb onunla sağollaşdım. Xiyabanın çıxışındakı mağazanın vitrində üzərində Ağa Mehdinin şəkli olan bir kitab gördüm. Ürəyim istədi ki, o kitabı alıb Şəhid Zeynəddin haqqında daha çox oxuyum. Kitabı alıb çıxanda təsadüfən bir səhifəsini açdım və bu xatirəni görəndə əmin oldum ki, Ağa Mehdinin məndən xəbəri var. Dostu danışır ki, cəbhə xəttindən Əhvaza qayıdırdıq. Yol uzun olduğu üçün hamı yorulmuşdu. Ağa Mehdi dedi, daha çox yorulmamaq və darıxmamaq üçün hərəmiz bir hədis oxuyaq. Sonra birinci özü başladı. İmam Sadiq əleyhissalam buyurub, İnsanın qəlbi Allahın hərəmidir. Allahın hərəmində Allahdan başqasına yer verməyin. Birdən bütün varlığım hüzurla doldu. Ağa Mehdinin məzarına tərəf dönüb dedim. Dua et ki,
Allah yolunda elə addımlayım ki, Allah özü həyat yolumda dostum olsun və qəlbimdə ondan başqasına yer verməyim.